Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni tam hazır olsa da sərhəddə yenə güllə səsləri eşidilir. 3 gündən çoxdur bütün media manşetlərində Azərbaycan ordusunun mövqelərinin ateşə tutulması xəbərləri yer alır. Halbuki bir neçə gün əvvəl bunu müxtəlif dövlət başçılarının sülh mətni ilə bağlı alqışları əvəzləyirdi. Paralel olaraq qarşı tərəfin Hindistanın aldığı silahlar Azərbaycanla sərhədə yerləşdirilir. Həmçinin Ermənistan, Fransa, Hindistan və Yunanistan kimi ölkələrdən silahlandırılmasına rəğmən yeni puanlar axtarışındadır. Bu azmış kimi İrəvanı açıq şəkildə dəstəkləyən Avropa İttifaqının sözdə müşahidəçi missiyası da fəaliyyətini ara vermədən davam etdirir. Həm də Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara rəğmən. İndiki məqamda proseslərin asan həllini bir kənara qoyub mürəkkəbliyi seçən Ermənistana yön göstərənsə elə onu himayə edənlərdir. Məqsədlər də daha çox onların havadarlarının qarşıda qoyulan müəyyən bir proseslərdir. Bunlar da Minsk qrupununla bağlı Azərbaycanın mövqeyi, Avropa müşahidə missiyası ilə bağlı Azərbaycanın mövqeyi, Ermənistanı silahlandırılması ilə bağlı həm Ermənistana, həm onların havadarlarına Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin ciddi mesajları. Bu proseslər hamısı düşünürəm ki, biri-birinə bağlı olan proseslərdir. Digər bir tərəfdən erməni hərbiçisi şərti sərhəddə Azərbaycan tərəfi naməlum əşyalar ataraq provokasiya törədir. Ümumiyyətlə, Ermənistan son vaxtlarda aktiv şəkildə kütləvi hərbiləşmə aparır. Azərbaycanla şərti sərhədə yaxın ərazilərdə intensiv şəkildə fortifikasiya qurğuları quraşdırır. Həmçinin bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir. Elə ölkənin qısa zaman kəsiyində Hindistanla silah satın alma ilə bağlı imzaladığı müqavilələrin həcminin 2 milyard dolları ötməsi də vəziyyətin nə yerdə olduğunu göstəricisidir. Azərbaycan ordusunun mövqelərinin belə son günlər ərzində ateşə tutulması, sülh danışıqlarının uzadılması və Azərbaycana qarşı müəyyən təzyiqlərin təmin olunması məqsədi daşıyır. Çünki Avropa İttifaqının oradakı Ermənistandakı monitoring komissiyası da əlbəttə ki, Azərbaycan əleyhinə müəyyən fəaliyyət göstərir. Baş verən hadisələri Azərbaycanın təxribatları kimi təqdim etməyə çalışır. Gərginliyin artması fonunda Ermənistan Baş Nazirinin ofisi sərhəddəki atışmaları təhrif edən bəyanat yayıb. Həmçinin burada anti-Azərbaycan meyilli fikirlər də əksini tapıb. Digər bir tərəfdən Ermənistan nəşrləri də Bakını yalan məlumat yaymaqda ittiham edir. Azərbaycan Xarici İşlər Nazirliyi isə dərhal deyilənlər və əməli addımlar arasında ciddi təzadın olduğu Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edib. Çünki hazırda Azərbaycana üzü bəzək, içi boş açıqlamalar yox, münaqişənin həlli ilə bağlı əsaslı addımlar lazımdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir. Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tərəfimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zərurliyini vurğulayırıq. Fürsətdən istifadə edən bəzi məlumatsız şəxslər isə keçmiş zamanı aid olan müharibə görüntülərini yeni kimi sosial şəbəkələrdə yayır. Elə aparılan araşdırmalarla Azərbaycan Silahlı Qüvvələrinə aid video materialları yayan şəxs istintaqa cəlb edilib. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bu baxımdan da indiki dövrün həssaslığı nəzərə alınaraq dezinformasiya yaymamaq və yalnız rəsmi mənbələrə etibar etmək tövsiyə edilir.